Salam əziz şagirdlər, mən Hüseynov Faiq, FM Akademiyanın tarix müəllimi. Yanvar ayı üçün Azərbaycan tarixindən sınaq 4-ü sizə izah edirəm. Təbii ki, bu sınağı şagirdlərimiz üçün keçirmişik. Həmçində YouTube-a yerləşdirməklə fərdi üzrə hazırlaşan şagirdlərə dəstək olmaq istəyirik. İlk sualımız belədir. Şimali Azərbaycanda, Şimali Azərbaycanda 1840-cı il 10 aprel qanunu ilə ləğv edilmişdir. Yəni, ləğv edilən komendant idarə üsuludur. Bir də ki, naib vəzifəsidir. Cavab B bəndidir. Alban katolikosluğu 1836-dadır. Demək, şəriət məhkəmələrinin vərəsəlik işlərini həll etmək hüququ isə 40-cı ildə alır. Ona görə də cavab elə 1-3-dür. Növbəti sualımıza baxırıq. Növbəti sualımız 19-cu əsrin 30-50-ci illərində Şimali Azərbaycanda çöpbaşı vergisi verirdi. Kimlər? Təbii ki, otlaqdan istifadə edən kəndlilər. Cavab B bəndidir. Növbəti sualımız xüsusiyyətlərin aid olduğu müqavilə, yəni söhbət hansı müqavilədən gedir? Cənubi Qafqazın Çar Rusiyası tərəfindən istilası təsdiq edildi, yəni işğalı təsdiq olunur. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalın ilk mərhələsi başa çatdı. Baxın, burada bizim üçün ən sualı tez tapmaq üsul nədir? İlk mərhələdir. İlk mərhələni, yəni söhbət Rus-Qacar müharibəsinin ilk mərhələsini bitirir. Təbii ki, Gülüstan müqaviləsini. İkinci mərhələsini bitirir Türkmənçay müqaviləsi. Yadda saxlayırsınız. Gülüstan sülhü. Cavab C bəndidir. Növbəti sualımız yadda qalsın. 1822-1826-cı il söhbət Qarabağ və Lənkəran xanlığı üçün oxşar cəhətdən gedirsə, suala baxırıq. Sualın cavabı olmalıdır. Rusiya tərəfindən ləğv edildi. Yəni, cavab burada E bəndi olmalıdır. İşğal deyil, ləğv edilməli olmalıdır. Texniki səhv var. Cavab E bəndidir. Təbii ki, 22-də Qarabağ xanlığı, 26-da Lənkəran xanlığı işğal edildi. Növbəti sualımız Azərbaycanda yerli bəylərdən ibarət əyalət şurası təşkil olundu. Quba xanlığının Rus qoşunları tərəfindən işğalı ilə bu sualı da texniki səhv gedir. Cavab B bəndidir. Həm də burada cavabda diqqət eləsək əziz şagirdlər, görərik ki, deməli, ilk 10 illikdə, yəni 1810-cu il ilk 10 illikdir. Cavab elə burada D ilə idi. Texniki səhv olub. Uşaqlar təbii ki, nəzərə alarsınız. Yəni, burada bir ədəddə saxlamaq lazımdır ki, əsas məsələ nədir? Əsas məsələ Quba xanlığında əyalət şurası yaradılıb deyəndə 1806-da yaradılır, Rusiya işğalı ilə yaradılır. Bir də ki, 1806-nı əsrə çevirsək, 19-cu əsrin ilk 10 illiyində yaranmışdır. 1803-cü ildə andlı öhdəlik haqqında saziş. Andlı öhdəlik Çar Rusiyası ilə Car Balakənd cəmaatlığı arasında imzalanır. Andlı öhdəliyə görə Carlılar nə etməlidir? Sədaqət əlaməti olaraq girov göndərməli idi. Yəni, cavab C bəndidir. Yadda saxlayırsınız. Növbəti sualımız. Aslan Düzü döyüşünün nəticəsi. Bu döyüşün nəticəsində Ruslar qalib gəlir. Bundan sonra isə Lənkəran xanlığını işğal edəcəklər. Yəni, daha doğrusu Lənkəran xanlığının talihini həll edən döyüşdür. Cavab burada E bəndidir. Qarabağ General Qubernatorluğunun sərhədləri daxil edir. Yəni, Qarabağ General Qubernatorluğu hansı qəzalardan ibarət idi? Diqqət eləsək, görürsünüz ki, Qarabağ General Qubernatorluğu hesab edin. Sərhədlərinə daxil olan qəzalar hansılardır? Şuşa qəzası, təbii ki, Cəbrayıl qəzası, Cavanşir qəzası, bir də Vedi Basar ərazisi. Cavab 1, 3, 4, 6. 1, 3, 4, 6-dır. Vedi Basar deyil. Zəngəzur qəzası idi. Cavab 1, 4, B bəndidir. Yəni, bu olmaz. Qarabağ bölgəsinin tarixindən, yəni söhbət Vətən müharibəsi, söhbət 2-ci Vətən müharibəsindən gedir. 2-ci Qarabağ döyüşləri və Vətən müharibəsindən gedir. Vətən müharibəsi sonraki dövrdə nə baş verir? Xankəndində dövlət bayrağı uzadılır. Bir də Füzuli hava limanı tikilir. Cavab 1-3-dür. Baxmaq lazımdır. Növbəti sualımız.
1-3, yəni cavab burada nədir? Cavab D bəndidir. Cavab D bəndidir. 1847-ci il kəndli əsasnamələrinə aiddir. 1847 kəndli əsasnaməsinə aid ola bilər. Biyarla ödənmirdi. Biyar pul ödənmirdi. Onu görə məndən çıxırıq. Məsəl üçün, yadda saxlamaq lazım. Sahibkar kəndlilər formal olaraq dövlət kəndlər təbəqəsinə aid edildi. Xeyr. Torpaqdan istifadə müqabilində kəndlilər malcəhət adlanan vergi verirlər. Cavab C bəndidir. Kəndlər bir yerdən başqa keçə bilməzlər ilişkidən sonra. E bəndində olmaz. Cavab elə C bəndidir. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğuna aiddir. Yəni, Xalq Cümhuriyyəti dövlət quruculuğu sahəsində gördüyü tədbirlər, gördüyü işlər. Əfəndilər, dinləyirsiniz? Bunu yadda saxlayın ki, qəbula çox-çox düşən suallardan biridir. Hökumət parlament qarşısında hesabat verirdi. Doğrudur. Bu qanun müzakirə olundu, qəbul olunmadı. Ona görə götürmürük. Qanunverici hakimiyyət Seyim yox, parlament ilə olmaz. Konstitusiya axıcıda olmayıb, ona görə olmaz. Cavab elə 1-5-dir. 1-5. 5-i belə yazaq. Növbəti sualımıza baxırıq. Azərbaycan SSR-nin 20-ci əsrin 50-ci illəri və 70-ci illəri tarixinə aid ümumi cəhət. Repressiya bilirsiniz, yəni 30-dan başlayır. Daha doğrusu işğaldan başlayır. 30-cu illərdə daha da kütləvi alır. Köçürülməsi 19-cu əsrdir. İmam Mustafayevin dövründə, bir də Heydər Əliyevin dövründə söhbət cavab C-dir. Yəni 50-ci il İmam Mustafayevin dövründə konstitusiya dövlət dili olması ilə bağlı maddə daxil olunur. Bir də ki 78-ci il konstitusiyasında Heydər Əliyevin dövründə. Cavab C bəndidir. Növbəti sualımız Azərbaycan Respublikasının 19-cu əsrin 90-cı illəri və 21-ci əsrin əvvəllərinə aiddir. 90-cı ildə görürsünüz ki, bizə nə göstərir? 90-cı il bizə ipucu olaraq bilirsiniz ki, Qarabağın azadlığı uğrunda mübarizədir. Bir də ki 2020-ci il, 21-ci əsr il, ona görə cavab B bəndidir. Oxşar da hər ikisində Qarabağla bağlı mübarizə aparmışıq. Mənfur düşmənimiz Erməniyə qarşı. 20-ci əsrin yazı, yəni 1920-ci ilin yazı, söhbət martın 2-sindəndir, Əsgəran döyüşüdür. 20-ci ilin payızı, yəni bilirsiniz ki, sentyabrın 27-sindən başlayan döyüşümüz, müharibəsi. Bilirsiniz ki, Azərbaycan Milli Ordusunun Ermənistan hərbi qüvvələrinə qarşı uğurlu hərbi əməliyyat aparmasıdır. Cavab burada A bəndidir. Yadda saxlayırsınız. Növbəti sualımız. Ardıcıllığı müəyyən eləyəcək. Ardıcılığa baxırıq. Təbrizdə konsulluğun açılması 2004-dür. Üzv olmuşdur BMT 92-də. Bir də Avropa Şurasına üzv olmuşuq. Tam hüquqlu kimi, tam hüquqla 2001-də. Cavab burada 2-3-1. 2-3-1 cavab A bəndidir. Birinci Rus-Qacar müharibəsinin gedişində, yəni 1804-ün yayından, yəni iyunundan 1813-ün hətta saxlayırsınız ki, oktyabrına kimi davam edən döyüşdür. Gəncə xanlığı, yəni Rus müharibəsindən əvvəl, Rus-Qacar müharibəsindən əvvəldir. Qarabağ xanlığı, yəni işğalı deməli edilsə də ləğv edilmədi. Çünki Qarabağ xanlığı və Şəki xanlığı idi. Şamaxı xanlığı idi, hansı ki Rusiya ilə müqavilə bağlamışlar. Onların asıllığını qəbul etmişdilər. Hansı xanlıqlar ki Rusiyaya qarşı mübarizə aparmadı, orada xan hakimiyyəti bir müddət saxlanıldı. Ona görə Qarabağı çıxırıq. Lənkəran xanlığında da bir müddət, yəni xan hakimiyyəti saxlanılmışdı. Cavab burada 3-dür və 5-dir. 1806-cı ildə hər ikisi Rus işğalına qarşı mübarizə apardığı üçün xanlıq ilə işğal ediləndən sonra nə olur? Təbii ki, xan hakimiyyəti ləğv edilir. 19-cu əsrin 40-cı illərindən fərqli olaraq həmin əsrin altında söhbət 1860-da Şimali Azərbaycanda nə baş verir, onu bizdən istəyir. Şimali Azərbaycanda bilirsiniz ki, məhkəmə islahatını biz diqqət eləməliyik burada. Kəndlilər torpaq mülkiyyətçisinə. Xeyr, kəndli torpaq mülkiyyətçisinin ancaq 70-ci ildən sonra çevrilə bilər. Şəhər öz idarəetmə orqanı 78-dədir. Bütün zümrələrin nümayəndələri üçün nümayəndələrinin təşkil edilən söhbət burada baxaq. Nədən gedir? Növbəti suala baxaq. Bizdə andlı məhkəmə olmayıb, ona görə olmaz. Sonra diqqət edəcəyik. Yerli əhalinin məhkəmələrə hakim. Bizə məhkəmələrə hakim təyin olunmurdu. Ona görə cavab
D bəndində olmaz, çünki ruslardan təyin olunurdu. Cavab E bəndidir. Yəni ümumi məhkəmələr yaradıldı. Bilirsiniz ki, istəyirdik ki, yəni təbəqələr üçün 60-cı ilə qədər, 66-ya qədər məhkəmələr ayrı idi. Yəni ağa və bəylər üçün ayrı məhkəmələr keçirilirdi, aşağı təbəqə üçün ayrı. İndi isə ləğv edildi, hamı üçün ümumi bir məhkəmə keçirilməyə başlanıldı. E bəndidir cavab. Növbəti suala baxırıq. Növbəti sualımız Azərbaycan Respublikasının söhbət 3-cü Respublika dövründən gedir. Yəni 1991-18 oktyabrdan sonra, yəni 3-cü Respublika dövründən gedirsə, Gəncənin tarixi adı 1889 30 dekabrdır. Bu 2-ci Respublika dövrünə aiddir. Diqqət edin. 89 30 dekabr 2-ci Respublika dövrüdür. Prezident vəzifəsi 2-ci Respublika dövrüdür. 90 mayında suverenlik haqqında konstitusiya qanunun bu 89-cu ildir. Bu da 2-ci Respublika dövrüdür. Sentyabrın 23-ü. Bakı Qrozno 83-cü ildir. 1983. Bu da 2-ci Respublika dövrüdür. Bakı Novosibirski 97-dir. Təbii ki, 2-ci Respublika dövrünə aiddir. Cavab E bəndidir. Azərbaycan SSR-də 20-ci əsrin 30-cu illərində kənd sakinlərinin şəhərə köçməsinə yeni məhdudiyyətlər, təbii ki, pasport sistemi tətbiq edilmiş 1932-ci ildə və pasportu olmayanlar isə təbii ki, yaşadığı ərazini tərk edə bilmirdi. Cavab burada nə olacaq? Cavab burada C bəndidir. Diqqət edirik. Bizim üçün diqqət etməli olduğumuz məqamlardan biri də Cənubi Azərbaycan və Pişəvəri dövrü həmişə qəbula düşən mövzudur. Ona diqqət edirsiniz. 3-cü mərhələyə baxırıq. Pişəvərin başçılığı ilə Cənubi Azərbaycanda demokratik hərəkatın 3-cü mərhələsi. Bunu 3 ilə bölürük. 1941-45-in yayına qədər 1-ci mərhələ, 45-dən yayından dekabrın 45-in dekabrın 12-sinə kimi 2-ci mərhələdir. Dekabrın 1945 dekabrın 12-sindən 1946 dekabrın 12-sinə kimi 3-cü mərhələdir. 3-cü mərhələ aid olan burada, aid olmayan burada da saxlayırsınız. Biz bildik ki, dedik ki, 3-cü mərhələ neçənci il oldu? 1945-in dekabrın 12-sindən da saxlayırsınız. 1945 12 dekabr. 12 dekabrdan 46 12 dekabr. Bilirsiniz ki, bu 3-cü mərhələdir. Əmək haqqında qanun, yadda saxlayırsınız, 46-nın mayındadır. Bu 3-cü mərhələyə aiddir. Demokratik Partiyasının yaradılması bu aiddir. 45-in faizıdır. Kəndlilərin torpaqla təmin edilməsi nəzərdən torpaq haqqı aqrar qanun fevraldadır. Olmaz, 46-nın fevralındadır. Ona görə olmur. Dil haqqında qanun 46-nın yanvarındadır, 3-cü mərhələdir. Təbriz Universiteti 46-nın iyunundadır, 3-cü mərhələ. Cavab B bəndidir. Amma zəhmət olmasa diqqətlə qulaq asırıq. Yəni mərhələləri yadda saxlayın, çünki düşəcək, mütləqdir. Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsindən əvvəl baş vermişdir. Söhbət burada nədən gedir? Uşaqlar diqqət edirsiniz. Yəni 1991 18 oktyabrdan əvvəl baş versin hadisə. Bax, biz bunu tapmalıyıq. Bu, Heydər Əliyevin Naxçıvan Ali Məclisə 91-in sentyabrın 3-üdür. Cavab 1 elə budur. Müstəqillikdən əvvəl baş vermiş hadisədir. Bişkek protokolu, yadda saxlayırsınız, 94-dür. Yəni müstəqillikdən sonradır. BMT 100 təbii ki 92 müstəqillikdən sonradır. Bizdən aşağı baxaq. Sonra diqqət edirik. 3 rəngli bayraq 91-in 5 fevralıdır. Bu müstəqilliyimizdən əvvəldir. Yəni cavab burada 1 4-dür. Diqqət olaq. 1 4. ATM üzv olmamız 92-nin yayıdır, ona görə olmaz. Yəni müstəqillikdən sonradır. Çox rahat sualdır. Buna diqqət etmək lazımdır, düşə bilər. Ardıcılığa baxır. Əsir müqaviləsi 94-cü sentyabrı, 94, 97, 99, başa çatdırılması, əsas boru kəmərinin inşasının başa çatdırılması isə bu, yadda saxlamalısınız. Azərbaycan hissəsi var, Gürcüstan hissəsi və Türkiyə hissəsi. Yəni bunu 2002 götürmək olar. Yadda saxlayırsınız, 2002-də Azərbaycan hissəsi bitir. Ən son isə 2006-da Türkiyə hissəsidir.
Cavab burada 1, 2, 3, 4. Yəni diqqət edirsiniz sualın ardıcıllığına. Yəni ki, Bakı Tbilisi Ceyhan əsas boru kəmərinin inşasının başa çatdırılması, yəni əsas boru kəmərinin inşası 2006 kimi götürə bilərsiniz. Yəni bunu Azərbaycan hissəsi demir, Gürcüstan hissəsi demədiyinə görə 2006 götürə bilərsiniz. Ən doğrusu elə odur. İkinci Dünya müharibəsi illərində Azərbaycan SSR-nin mədəni həyatında, yəni söhbət 2-ci Dünya 39-dan 45-ə qədər Azərbaycan SSR-də mədəni həyatda 1945 Azərbaycan Elmlər Akademiyasının yaradılmasıdır. Deməli 45-dir. Cavab A bəndidir. 45-dir. Birinci Ümumi Arxeoloji Qurultay 26-dır. Latin əlifbasının tətbiqi 29-dur. Koroğlu operasının tam 37-dir. İlk səsli film isə 1916 olmaz. Cavab elə A bəndidir. 21 martın 16-sında imzalanmış Moskva müqaviləsinin şərtinə görə, yəni bu bir neçə dəfə qəbula düşmüş sualdır. Azərbaycan qəyyumluğu altında Naxçıvan muxtar ərazisi hesab olunur və Naxçıvan qəyyumluğu 3-cü dövlət, yəni Azərbaycan tərəfindən Naxçıvan heç bir dövlətə güzəştə gedilmir. Cavab 1-lə 4-dür. E bəndidir. Sonra 1920-ci illərin ikinci yarısında Azərbaycan SSR-də baş, ikinci yarısı deyirsə lokal kollektivləşdirmənin başa çatması deyir. Bu başlayır 29-da, amma başa çatması isə təbii ki, birinci plan 32-yə kimidir. A bəndə olmaz. SFSR 22-də olmaz. Sənayeləşdirmə 25-dir. Elə budur. Cavab C bəndidir. Yeni iqtisadi siyasətə keçid 21-dir. SSR-nin tərkibinə daxil olması Azərbaycana da 22 dekabrın 30-u cavab olmaz. Cavab C bəndidir. Saxlayırıq. 30-50-ci illərdə Azərbaycan iqtisadiyyatına aiddir. Söhbət neft söhbəti 20-ci əsrdən gedirsə, diqqət 19-cu əsrdən diqqət edirik. Neftin çıxarılmasında kəndlilərin məcbur əməyindən istifadə olunurdu. Kəndlilərin məcbur əməyi 1864-də ləğv olunur. Bir varsa B-ni, N-i, C-ni çıxırıq. Kəndlilər üzərində hərbi vergi 1887-dir, olmaz. Neft mədənlərində kəndlilərin icbari əməyinin ləğvi 64-dür, amma bizdən 30-50-ci il istəyir. Neft sənayesində iltizam sistemi var idi, 72-də ləğv olunur. Cavab A bəndidir. Neftli torpaqlar hərrazı 72-dən sonra, 72 fevralından sonradır. Yəni iltizamın ləğvindən sonra. Cavab A bəndidir. Bu suala öyrənin həmişə qəbula düşür. Bunu yadda saxlayın. Deməli 19-cu əsrin 40-cı illəri Şimali Azərbaycan neft sənayesi üçün söhbət 20-ci əsrdən gedir. İlk neft kəmərinin istifadə verilməsi bu 19-cu əsrdir. Bizdən isə 20-ci əsrin 40-cı əsrdir. İlk neft kəməri 78-dir. 78 olmaz. İlk dəfə dənizdən neft 1949-dur. Bu var. 2 cavab da var. Sualtı neft kəməri seçimimiz xeyr. Vahid kəmərə qoşulması 1983-dür. Dünyada ilk dəfə açıq dənizdə neftin çıxarılması bəli 1949-da baş verir. Cavab 2-5-dir. A bəndidir. Qafqaziya ölkəsinin xanlarına, bəylərinə, ağalarına və ali müsəlman təbəqəsinə, çilikindən olan digər şəxslərə bizim xüsusi mərhəmət və iltifatımız var. Bu bizim ipucumuz olmalıdır. İltifat edir harada? Görək ki, bu kişi iltifat edir. 1841-də aldığı torpaqları 1841-ci ildə bəylərdən və ağalardan müsadə etdiyi torpaqları onlara qaytarması iltifat edir. Taleyini qəti həll etmək və bununla da onların hökumətə yararlı olmalarına şərait yaratmaqla biz sizin təqdimatınıza uyğun olaraq lütfən əmr edirik. Xüsusi xidmət və rəşadətlərinə görə xanlara, bəylərə, bəzi şəxslərə bizim bəxşiş etdiyimiz torpaqlarla bərabər müsəlman əyalətlərinin Rusiyaya birləşdirilməsi dövründə onların nəsillərinin, bax görürsünüz, nəsli istifadə etmək hüququ verir. Hansı torpaqlar üzərində? Mülki xalisə və tüyül torpaqlarından. Hansı ki, bəylərin mülki xalisə və tüyül torpaqları varsa, onlar onların nəsli istifadə etmək hüququ alırlar. Və irsən keçə bilərdi bu torpaqlar. Bu bizə ipucu verir. Bu bizə nəyi xatırladır? Xatırladır ki, söhbət reskriptdən gedir. Ona görə cavab burada
Sənədin imzalandığı il 1846-cı ildir. Diqqət edirsiniz. Çar Rusiyası sənədi imzalanmaqda iki məqsədi. Bir, özünə dayaq yaratmaq. Yəni, yadda saxlayırsınız ki, bəylərdən 1841-ci ildə torpaqları alanda neynədir? Bəylər təbii ki, əmlakını itirdikdən sonra başladı etiraz eləməyə. Yerlərdə söhbət, yəni işğal edilmiş Azərbaycan ərazisində, yəni Şimali Azərbaycandan söhbət gedir. Kəndliləri öz arxasınca apara biləcək yeganə qüvvə hansı idi? Yəni bəyvağalar idi. Nə etmək lazım idi? Onların torpağını müsadirə etmək yanlış olduğunu duydular. Qısası cavab nədir? Cavab odur ki, yerlərdə özlərinə sosial dayaq yaratmaq yolunda ilk addım atıldı. Yəni, Çar Rusiyası sənədi imzalamaqla nədir? İki məqsədini. Birinci məqsəd nədir? Özünə sosial dayaq yaratmaq. İkincisi, nəticədə üsyanların qarşısını alınmasına nail olmaq. Bu iki. Üçüncü, mənbədə bəhs edilən sənədin kəndlilər üçün nəticəsi. Yəni, kəndlilər üçün nəticəsi necə oldu? Kəndlilər bu vaxta qədər rəiyyət rəcbər adlanırdı. Reskriptlə isə ümumi bir adla adlanmağa başlanıldı. Hansı adla? Yəni, mülkədar tabesi adlandı. 30-cu sualın cavabı odur ki, kəndlilər üçün nəticəsi oldu. Kəndlilər mülkədar tabesi adlandı və ikinci nəticəsi. Kəndlilər üzərində bəylərə və ağalara polis, məhkəmə və inzibat. Deməli, əziz şagirdlər, biz bu reskriptə baxsaq, mətndə, yəni görürsünüz də, mətin Zaqafqasiya ölkəsinin xanlarına, bəylərinə, ağalarına, ali və müsəlman silikində olan digər şəxslərə bizim xüsusi mərhəmət və iltifatımız əlaməti olaraq onların taleyinə qəti həll etmək və bununla da onların hökumətə yararlı olmalarına şərait yaratmaqla biz sizin təqdimatınıza uyğun olaraq söhbət canişinin təqdimatından gedir. Çara təqdim etdiyi sənətə görə Yenir Vorontsov Daşkov tərəfindən təqdim olunmuşdu bu sənət və nəticədə məqsəd o idi ki, bəyləri və ağaları Çar Rusiyası özünə tərəf çəkə bilsin və həmin bu bəylərin və ağaların müsadirə olunmuş mülki xalisiyyəti torpaqlarından yenidən nəsli istifadə etmək hüququ veriləcəkdir və bu torpaqlar isə irsi mülkiyyətə sahib olurlar. Bu torpaqlar üzərində bəylər və ağalar. Sənəddə imzalandığı il söhbət 1846 6 dekabr reskriptidir. Çar Rusiyasının sənədi imzalanmaqda iki məqsədi özünə dayaq yaratmaq, yəni birinci məqsəd nə oldu? Özünə dayaq yaratmaq yolunda ilk addım atdı və bəylər öz tərəfindən çəkildi. Yəni, qısası deyirik, özünə dayaq yaratmaq. İkinci məqsəd isə üsyanların qarşısını almaq idi. 30-da mənbədə bəhs edilən sənədin kəndlilər üçün ikinci nəticəsini yazın. İki nəticəsini. Kəndlilər ümumi adlanmağa, yəni mülkədar tabesi kimi adlandırıldı və kəndlilər üçün digər ikinci nəticəsi oldu ki, kəndlilər üzərində bəylər, ağalar, polis, inzibati və məhkəmə hüquq aldılar. Sağ olun, təşəkkür edirəm izlədiyinizə görə. Bəyənin, paylaşın, rəylərinizi də yaddan çıxarmayın, zəhmət olmasa rəy bölümündə yazın, fikirlərinizi bildirin.